Buğdanın qiyməti ABŞ və Çin arasında gərginləşən ticarət münasibətləri fonunda son 5 ilin minimum səviyyəsinə enib. Bakupost az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə bir buşel təxminən 38,7 kiloqram. Buğdanın qiyməti $4,9 təşkil edib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Məlumata əsasən, buğdanın qiyməti artıq 4 gündür ardıcıl olaraq ucuzlaşır. ABŞ-nin bazar araşdırmaları ilə məşğul olan Hictoyer Report şirkətinin hesabatında qeyd olunur. Dünyada buğdaya tələbat daimi olsa da, hazırda ehtiyatların çoxluğu səbəbindən istehlakçılar tərəfindən aktiv alışa ehtiyac duyulmur. Agentlik bildirir ki, ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi həm də ABŞ soya məhsullarına olan tələbatın azalmasına gətirib çıxarıb. Oktyabrın 9-da Çin Ticarət Nazirliyi nadir torpaq metallarının və onlarla bağlı texnologiyaların ixracına nəzarəti sərtləşdirən 2 sənəd açıqlayıb. Ardınca oktyabrın 10-da ABŞ prezidenti Donald Trump bəyan edib ki, noyabrın 1-dən etibarən Çin məhsullarına tətbiq edilən rüsumlar 100%-dək artırılacaq, həmçinin proqram təminatının ixracına nəzarət tədbirləri gücləndiriləcək. Nəticədə ABŞ-nin Çindən idxal olunan mallara tətbiq etdiyi ümumi tariflərin 130%-ə qədər yüksələcəyi ehtimal olunur.